İlk sualları bizə özünü təqdim etmə bacarığı olacaq. Cavab bizdən nə gözləyəcəklər? Təqdim etmə bacarığı çox yaxşı, daha doğru, düzgün, səlis, belə deyək də məzmunlu formada olmalıdır. Çox da uzun cümlələrdən istifadə edib özümüzdə çaşqınlıq yaratmaqdansa qısa məzmunlu lakonik formada danışmalıyıq ki, qısaca daha doğru, düzgün danışaq ki, bəhs edir, qənaətbəxşdir. Onlar onu daha yaxşı qəbul edirlər. Çünki mən bayaq da dedim ki, 2023-2024-cü illərdə ard-arda mən bu MİQ-in müsabiqə mərhələsində olmuşam. Həm onlarla üz-üzə qalıb baxmaq lazımdır. Sağa sola baxmaqdan istifadə etmək lazımdır. Həm də ki, adını çəkdiyim kimi özünü təqdim etməni uzun cümlələrdən istifadə etməyək. Məsəl üçün, mən özümü baxın sizə təqdim edirəm. Mən özümü sizə təqdim edirəm, müəllimlər. Qısaca danışacağam. Yəni sizə nə danışıramsa elə orada da onu danışacağam. Mən Xasay müəllim Zeynalov, Lənkəran rayonu Şirinsu qəsəbəsində anadan olmuşam. İbtidai təhsilimi yaşadığım qəsəbədə almışam. 2005-ci il Bakı Bədən Tərbiyəsi Turizm Kollecini bitirmişəm. Elə həmən ildə də 2005-ci ilin sentyabr ayının 1-dən yaşadığım qəsəbədə fiziki tərbiyə müəllimi işləməyə çalışmışam. İşlədiyim illər ərzində rayon, məktəblər arası keçirilən yarışlarda dəfələrlə iştirak etmişəm. Dəfələrlə keçirilən yarışlarda, bəli, idman oyunları yarışlarında dəfələrlə bu cür danışmaq lazımdır, iştirak etmişik. İştirak etdiyimiz yarışlarda nailiyyətlərimiz olub, uğurlar əldə etmişik. Məktəb rəhbərliyi tərəfindən bir neçə dəfə diplomlarla tərtib olunmuşam. 25 iyun 2026-cı il fiziki tərbiyə ixtisası üzrə təşkil olunmuş müəllimlərin sertifikasiya imtahan mərhələsində uğurlu nəticə əldə etmişəm. Sonda gözlədiyim odur ki, sizin xoş rəylərinizdən sonra müəllimlik fəaliyyətimi davam etdirməyə istəyirəm. Diqqətiniz üçün təşəkkür edirəm. Elə bu qədər danışsaq bəs edir. Bəli, bu qədər danışsaq bəs edir. İndi burada biraz da ola bilsin kəsintilər oldu. Orada o kəsintilərdən çalışaq ki, istifadə etməyək. Kəsinti olsa da bir o qədər də onu belə deyək də irad tutmazlar. Çünki öz sözlərimizlə danışarıq. Öz bildiyimiz kimi danışarıq. Harda nə necə olmuşsa, o belə yaxşı daha qəbul edirlər və s. Deməli, müəllimlər, təqdim etmə bacarığından sonra bizə olan suallar nə ola bilər? Təqdim etmə bacarığından sonra hesab edirəm ki, çünki mən 2 dəfə deyirəm ki, orada iştirak etmişəm. Hər ikisində də ixtisasdan ilk olaraq mənə sual verirlər. Bəli, ixtisasdan sual verirlər. Onlar ki, təqdim etmə bacarığından sonra ilk sualı bizə ola bilər ki, fiziki tərbiyə dərsinin hissələri neçədir? Dərsin hissələri haqqında qısaca danış. İxtisasının məzmun xətləri haqqında danışın. Məktəb daxili qiymətləndirmə hansılardır? Qiymətləndirmə necə keçirirsiniz? Və s. Baxın, bu kimi məsələləri bizdən soruşa biləcəklər. İlk olaraq bizdən soruşa biləcəklər ki, fiziki tərbiyyənin dərsinin məqsədi nədir? Biz buna cavab olaraq nə deyə bilərik? Fiziki tərbiyənin məqsədi odur ki, fiziki tərbiyənin ən başlıca məqsədi odur ki, şagirdlərin fiziki cəhətdən sağlam, ictimai siyasi cəhətdən yetkin, ölkənin ərazi bütövlüyünü və ölkənin ərazinin sərhədlərini daim qorumağa qadir olan gənc nəsil yetişdirməkdir. Belə cavab versə daha yaxşı olar. Qısaldılmış formada cavab verə bilər. Yəni, qısaldılmış formada şagirdlərin fiziki inkişafına nail olmaq, şagirdlərdə sağlam həyat tərzini formalaşdırmaq, belə də demək mümkündür. Bu mövzuda biraz cümlələrdən daha yaxşı istifadə etsək, daha yaxşı ola bilər. Sonra bizdən soruşa biləcəklər ki, misalsın, qiymətləndirmə haqqında danışın. Hər halda hər birinizə məlumdur ki, məktəb daxili qiymətləndirmələr hansılardır? Məktəb daxili qiymətləndirmələr diaqnostik, formativ, summativdir və s. bizdən soruşa biləcəklər ki, qiymətləndirməni necə aparırsan? Onlar ki, Xasaydan soruşurlar ki, Xasay, qiymətləndirməni necə aparırsan? Biz bu zaman qiymətləndirməni necə apardığımızı biz qısaca da olsa məlumat verməliyik. Yəni biz deməliyik ki, qiymətləndirməni biz təlim nəticəsinə və yaxud da ki, təlim nəticələrinə, məzmun standartlarına əsasən aparırıq. Bəli, dərs zamanı formativ qiymətləndirmə vasitəsindən
vasitəsilə şagirdləri müşahidə edirik. Onların hərəkətlərini, bacarıqlarını, fəallığını izləyirik, onları qiymətləndiririk. Vaxtında şagirdlərə əks əlaqəni veririk ki, onlarda hər hansı bir qüsur yanarsa, onların aradan qaldırılmasına bu zaman köməklik edirik. Baxın, bu müəllimin məktəbdə dərs zamanı şagirdin üzərində apardığı qiymətləndirmədir. Misal üçün belə izah verə bilərik ki, yalnız tədris etdiyimiz hansı bir bölmə var ki, həmən bölmənin sonunda kiçik summativ qiymətləndirmənin keçirilməsini təmin edirik. Yəni şagirdlərdə bu zaman bölmənin sonunda imtahan götürürük. Yəni kiçik summativ qiymətləndirmə təşkil olunur. Sonra bu kimi sözlərdən istifadə edə bilərik. Müəllim obyektiv yanaşmalıdır şagirdlərinə. Bəli, müəllim şagirdlərinə obyektiv yanaşmalıdır. Müəllimin qiymətləndirmədə şagirdlərinə obyektiv yanaşılması müəllim üçün ən ədalətli vasitələrdən biridir. Bax, qiymətləndirmə haqqında bu qədər danışsaq, hesab edirəm ki, bəhs edirik. Yəni ümumiyyətlə o qədər qoymurlar uzun danışmaya. 1 2 3 5 cümlə biraz məzmunlu danışanda onsuz da saxlayacaqlar, biləcəklər ki, bu müəllim izah vermədə yaxşıdır və s. Sonra bizdən soruşacaqlar, dərsimizin hissələri haqqında danışaq. Fiziki tərbiyyat dərsini soruşacaqlar ki, neçə hissəsi var? Biz bilirik ki, fiziki tərbiyyat dərsləri 4 hissədən ibarətdir. Giriş hissə, hazırlayıcı hissə, əsas və tamamlayıcı hissə və s. Məktəb sonra bizdən soruşa biləcəklər ki, dərsin ixtisasınızın məzmun xəttləri haqqında danışın. İxtisasınızın məzmun xəttləri haqqında danışın. Təbii ki, ixtisasımın da məzmun xəttləri haqqında sadalamaqla yox, sadalayıb biraz onların üzərindən danışmağımız daha yaxşı olacaq. Necə ki, baxın, dedim ki, fiziki tərbiyyat dərsinin 4 dərsləri 4 hissədən ibarətdir. Giriş, hazırlayıcı, əsas və tamamlayıcı hissə. Giriş hissədən biraz məlumat verməyimiz daha yaxşı olacaq. Giriş hissə nədir? Yəni bunu bizdən soruşsalar, yəni soruşacaqlar ki, fiziki tərbiyyat dərsi neçə hissədən ibarətdir? Bunu dedik, dayanmayaq. Fiziki tərbiyyat dərsi 4 hissədən ibarətdir. Saymağa çalışmalıyıq. Giriş, hazırlayıcı, əsas, tamamlayıcı. Giriş hissədə nələr yerinə yetirilir? Giriş hissədə dərsin məqsədi, məzmunu izah olunur. Şagirdlərdə dərsə olan maraq yaradılır. Hazırlayıcı hissədə bu kimi danışmaq lazım. Bu cümlələrdən istifadə etmək lazımdır. Hazırlayıcı hissədə nə olur? Hazırlayıcı hissədə orqanizmin əsas yükə hazırlanması baş tutur. Yüngül qaçış hərəkətlərindən, ümumkəf hərəkətlərindən, yəni isinmə hərəkətlərindən istifadə olunur. Əsas hissədən danışarıq. Dərsin ən vacib hissəsi olan dərsin əsas hissəsidir. Bu zaman dərsin əsas hissəsində biz bilirik ki, estafetlərin keçirilməsi baş tutur. Fiziki keyfiyyətlər inkişaf etdirilir. Danışmaq lazımdır, bəli. Tamamlayıcı hissədə, dərsin tamamlayıcı hissəsində biz bilirik ki, orqanizmin sakitləşdirilməsi baş tutur. Tənəffüsün və nəfəsin boşaldıcı hərəkətləri olur. Dərs yekunlaşır, şagirdlər qiymətləndirilir, ev tapşırığı verilir. Əgər bizi danışığımızı gözlətməsələr, saxlamasalar, bu zaman giriş, hazırlayıcı, əsas və tamamlayıcı isə nə qədər vaxt sərf olunur, onların haqqında danışmaq lazımdır. Və bu qədər danışsaq bəs edir və s. Deməli, bizim bugün ilk danışacaq dərsimiz kimdən olacaq? Rahil müəllimdən. Rahil müəllim, ilk sual sizədir. Məktəbdaxili qiymətləndirmə neçə formada həyata keçirilir? Necə, hansı qiymətləndirmə xasanı? Məktəbdaxili qiymətləndirmə. Məktəbdaxili qiymətləndirmə 3 formada keçirilir. Diaqnostik, formativ və summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə danışım xasaymam, yoxsa... Bəli, danışın. Diaqnostik qiymətləndirmə deməli, ilin əvvəlində şagird sinifdən sinifə keçəndə, şagird məktəbi dəyişəndə və yaxud müəllim, yeni müəllim sinifə gələndə onda keçirilir. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Şagirdlərin hansı səviyyədə, yəni mənfi və müsbət tərəflərini görsənir ki, bu da müəllim üçün çox vacib olan şeydir. Hansı müəllim, hansı şagird, hansı qabiliyyətə malikdir. Düzdür müəllim. Məktəbdaxili qiymətləndirmə kim tərəfindən aparılır? Məktəbdaxili qiymətləndirmə müəllim tərəfindən aparılır. Məktəbdaxili qiymətləndirmə müəllim. Daxili qiymətləndirmə aparılmasında məqsəd nədir? Şagirdlərdə biz bilirik ki, təlim nəticəsini izləmək daha nədir müəllim?
deməli təlim nəticəsini izləməkdir. Burada sonra şagirdlərin bilik və bacarıqlarına hansı səviyyədə Əhsən. olmasını öyrənməkdir. Sonra bunların inkişafının, bilik bacarıqlarının və iradi keyfiyyətlərinin yüksəlməsinə Düzdür. İnkişafını qiymətləndirməkdir, bəli. Vaxtında şagirdə əks əlaqəni verməklə şagirdi daha da inkişafa yönəltmək. Əks əlaqə sözünün mənası şagirdlərdə bilirsiniz nədir? Bunu yadınızda saxlayın. Əks əlaqə deyəndə birdən soruşacaqlar ki, əks əlaqə deyəndə nə başa düşürsünüz? Əks əlaqə odur ki, şagirdlərdə nəyi bilməli olduğu və nəyi bilməli olmadığı haqqında müəllim tərəfindən şagirdlərə informasiya vermək, izah etmək, məlumat vermək, vaxtında o problemi, o çətinlikləri aradan qaldırmaq. Əks əlaqə budur. Formativ qiymətləndirmə biz bilirik ki, dərs prosesində aparılır. Şagirdlərin nailiyyətini izləmək üçün hansı qiymətləndirmədir ki, şagirdi olduğu yerdən olmalı olduğu yerə qədər aparır? Davamlı aparılan qiymətləndirmədir. Hansı qiymətləndirmə? Deməli, bu formativ qiymətləndirmədir. Bu şagirdin olduğu yerdən olacağı yerə qədər gətiriləcək bir qiymətləndirmədir. Yəni dərs boyu aparılan qiymətləndirmədir. Yəni formativ qiymətləndirmədir. Müəllim bu qiymətləndirmədə şagirdləri istiqamətləndirir, yol göstərir və şagirdin mənfi və müsbət cəhətlərini bildirir. Şagird də özü yəni refleks eləyir ki, hansı tərəfi güclüdür, hansı tərəfi mənfi, yəni mənfidir. Tədris vahidi başa çatdıqdan sonra, yəni bölmənin sonu başa çatdıqdan sonra aparılan qiymətləndirmə. Bu hansı qiymətləndirmədir ki, ondan istifadə olunur? Yalnız bölmənin sonunda aparılır. Bəli. Yəni tədris vahidinin sonu, yəni bölmənin kiçik summa başa çatdıqdan sonra, yəni bölmənin sonu başa çatdıqdan sonra aparılan qiymətləndirmə. Bu hansı qiymətləndirmədir ki, ondan istifadə olunur? Yalnız bölmənin sonunda aparılır. Bəli. Yəni tədris vahidinin sonu, yəni bölmənin kiçik summativ qiymətləndirmə. Deyin ki, kiçik summativ qiymətləndirmədir, bəli. Yalnız bölmənin sonunda aparılan qiymətləndirmə kiçik summativ qiymətləndirmədir. Yaxşı olar ki, sual olaraq qarşımıza ilkin qiymətləndirmə hansıdır? Yəni ilk olaraq keçirilən qiymətləndirmə hər hansı bir bölməyə, dərsə başlamamışdan əvvəl ilkin qiymətləndirmədir. Bu hansı qiymətləndirmədir? Yəni ilkin qiymətləndirmə bu summativ qiymətləndirmədir. Yəni şagird nəyə lazım? Diaqnostik qiymətləndirmədir. Diaqnostik qiymətləndirmədir. Bəli, diaqnostik qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə jurnala yazıla bilən qiymətləndirmədir. Yox, diaqnostik qiymətləndirmə şagirdin portfoluna yazılır. Yəni qeyri-rəsmi qiymətləndirmədir. Risk olmayan qiymətləndirmə. Diaqnostik qiymətləndirmə yəni normativ xarakterli qiymətləndirmədirmi bu? Yəni normativ xarakterli. Bəli, normativ xarakterli. Çünki burada 3 yəni fiziki, yəni şagird fiziki göstəriciləri, funksional göstəriciləri və hər iki qabiliyyətlərin, yəni şagird hansı səviyyədə hazır? Yəni şagirdin hazırlıq səviyyəsi burada ölçülür, qiymətləndirilir. Doğrudur müəllim. Yəni tədris ilinin başlanmasında tədris vahidimiz hansı hərəkət qabiliyyətdirsə, bunun əvvəlində məsəl üçün sürətdirsə, sürət üçün 30 metr məsafəyə qaçış, dərsimiz sürət gücdürsə, bölmə sürət gücsə yerindən uzunluğa tullanma, əyilgənlikdirsə oturmuş vəziyyətdən irəliyə əyilmə, bu xarakterli məqsəd daşıyır normativlərə görə. Aydındırmı? Kiçik summativ qiymətləndirmə dərsin təlimin bölmənin sonunda keçirilir ya əvvəlində? Kiçik summativ qiymətləndirmə hər bölmənin sonunda keçirilir, hər tədris vahidinin sonunda keçirilir. Təlim nəticəsinə əsasən aparılır? Bəli, təlim nəticələri əsasən aparılır. Oldu müəllim, sağ olun. Siz də sağ olun. İkinci sırada kimi Ceyhun müəllim buradadsa, səs açsın. Salam aleyküm müəllimlər. Salam Xəsəy müəllim. Aleyküm salam müəllim. Ceyhun müəllim, böyük summativ qiymətləndirmə il ərzində neçə dəfə aparılır? İl ərzində 2 dəfə müəllim. Yəni yarım ilin sonunda. Birinci və ikinci yarım ilin sonunda aparılan qiymətləndirmədir. Böyük summativ qiymətləndirmənin xüsusiyyətləri hansılardır? Məsələn, onun haqqında nə kimisə, olar ki, sual gələr qarşımıza, BSG-nin xüsusiyyətləri haqqında danış. BSG-nin xüsusiyyəti nə ola bilər? Yəni ki, birini mən deyim ki, yarım ilin sonunda keçirilir. Sonra Bir neçə yəni əhatə edir. Əhsən. Bəli, bir təlim nəticə. Axşamınız xeyir, sağ olun. Sonra təlim nəticədir. Şagirdin ümumi nailiyyət səviyyəsindən
bir neçə tədris vahidini əhatə edir, düzdür, yarım ilin sonunda keçirilir, təlim nəticələrinə əsasən aparılır. Şagirdlərin ümumi nailiyyət səviyyəsini müəyyən etmək üçün aparılan qiymətləndirmədir. Bəli, bəli. Düzdür. Kurikulum şagird yönümlüdür və ya müəllim yönümlü? Kurikulum şagird yönümlü. Şagird yönümlü deyəndə biz nə başa düşürük? Yəni təlimin mərkəzində şagird dayanır ya müəllim? Yəni müasir kurikulum mərkəzi şagird yönümlüdürmü ya müəllim yönümlü? Buna nə kim cavab? Əsas orada şagirdə mən elə onsuz da ondan danışırıq da biz. Yəni danışa gəlirik, şagirddən danışırıq. Bu zaman soruşdum ki, kurikulum şagird yönümlüdür ya müəllim yönümlü? Siz dediniz ki, şagird yönümlü. Bəli, təlim prosesinin mərkəzində şagird dayanır. Yəni biz bilirik ki, müəllim də şagirdlərin belə deyək də maraqlarını nəzərə alır. Müasir kurikulum prinsipi, ümumiyyətlə kurikulum prinsipləri hansılardır? Bir neçəsinin adını çəkin. Bunların haqqında danışmasını istəməzlər, amma kurikulum prinsipləri hansılardır? Onu soruşa biləcəklər. Kurikulum təhsilin, yəni məzmunun təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələlər üzrə əks etdirir. Konseptual sənətdir. Kurikulum prinsipləri haqqında danışın deyəndə biz deməli ki, şagird yönümlüdür, şəxsiyyət yönümlüdür, nəticə yönümlüdür. Bax, ən azından bir ikisinin adını çəkmək olar. Kurikulum nəyə deyilir müəllim? Təhsilin məzmunu, yəni təşkili, qiymətləndirilməsi ilə bağlı bütün məsələlər özündə əks etdirən konseptual sənətdir. Düz. Konseptual sənət. Bu da doğru cavab. Oldu müəllim, sağ olun. Sevil müəllim. Bəli, Həsən müəllim, buyurun. Sevil müəllimə, məktəb daxili qiymətləndirmələr hansılardır? Məktəb daxili qiymətləndirmə bildiyimiz kimi, mən kamera açacağam. Belə danışanda mənim üçün yaxşı olur. 3 istiqamətdə aparılır. Diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə və summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmə ilin əvvəlində şagirdin nə bildiyini, nəyə malik olduğunu bilməkdən ötürü götürülür və diaqnostik qiymətləndirməni əgər məktəbimizə təzə şagird gəlirsə, ondan da diaqnostik götürürük. Hətta sinifdən sinifə şagird keçirsə, ondan da diaqnostik götürməliyik. Mütləq. Formativ qiymətləndirmə demək dərs prosesində aparılır. Şagirdin nailiyyəti izlənilir. Güclü və zəif tərəfi, yəni ölçülür burada. Əks əlaqə verilir. Summativ qiymətləndirmə bildiyimiz kimi də iki cürdür. Kiçik və böyük summativ qiymətləndirmə. Kiçik summativ qiymətləndirmə hər bölmənin sonunda keçirilir. Böyük summativ qiymətləndirmə hər yarım ilin, yəni birinci yarım ilin və ikinci yarım ilin sonunda keçirilir. Pis şagirdlər necə davranırsınız? Dərsdə şagird sizi narahat edir. Mən heç vaxt pis şagird demərəm. Çünki mən yanaşanda şagirdin hər birinə necə deyim, şəxsiyyət kimi yanaşıram. Artıq onlar formalaşırlar. 5-ci sinifdən dərs deyirik. Əgər hansısa bir qüsurun görərəmsə, təklikdə onunla söhbət eləyərəm, münasibət bəsləyərəm. Yəni azdan çoxdan ona bəzi istiqamətlərə çəkərəm, yönəldərəm. Yəni mən heç vaxt 30 ildir müəllim işləyirəm, mənim əlimin altında heç vaxt bir şagird olmuyor. Əla. Doğru cavabdır. Kurikulum nədir? Tərifin, yalnız tərifin deyin. Kurikulum onu deyə bilərəm ki, konseptual bir sənətdir. Şagird yönümlüdür. Əsas burada prinsipcə Sovetin dövründə bir də tam başqa sistem gedirdisə, kurikulumda gedir, əsas üstünlük verilir şagirdə, şagird yönümlülük götürülür, şəxsiyyət yönümlülük götürülür, müəllim bir fasilitatör vəzifəsini yerinə yetirilir, istiqamət verir və şagird də necə deyim? Fasilitator nədir? Fasilitator müəllimdir, yol göstərirən, istiqamətçi bir müəllim demək. Müəllim, gəl kurikuluma çıxmayın da, orada tormuz getirir. Fəal dərsdir də, interaktiv dərs fəal dərsdir.
Fəal dərs deməkdir də müəllim. Fəal Fəal dərsdir, şagird yönümlü çalışırsan ki, əsas kurikulumda əsas istiqamət, yəni hər bir şey şagirdə verilir. Üstünlük şagirdədir. Ona görə ki, qiymətləndirmədə şagird bir-birini qiymətləndirə bilər. Yəni biz əvvəllər sırf müəllim qiymət yazırdısa, indi artıq şagirdlərin də müzakirəsinə verirsən ki, bu qiyməti yazırıq. Çünki biz meyarları təqdim edirik axı, dərsi başlamamışdan qabaq meyarları təqdim edirik ki, bu meyarlara əsasən şagird falan ki, misal üçün bu qiyməti alacaqsınız, bu meyara əsasən belə qiymət alacaqsınız. Təlimi birinci dərsdə motivasiyanı verib, necə deyim, qiymətləndirməni açıqlama veririksə dərsin başlanğıcında, giriş hissəsində və orada uşaqların da biz fikirlərini nəzərə almalıyıq qiymətləndirmədə. Çünki bir-birlərini qiymətləndirmə də var. Şagirdlər arasında bir-birlərini qiymətləndirmə də var. Şagird qiymətləndirməsi təlim nəticəsinə uyğun olaraq aparılır. Kiçik summativ qiymətləndirmədə. Kiçik summativ qiymətləndirmədə Deyin, belə ətrafında danışırdınız da yaxşıdır. Belə danışmağınız çox yaxşı aldı. Bəli, biz niyə görə? Çünki axı biz burada şagirdin də fikrinə önəm veririk. Düzdür. Axı biz kurikulum şagird yönümlüdür. Oldu, sağ olun müəllimə. 3-cü sırada hansı müəllimin adını qeyd etmişdim? 3-cü sırada kim idi? Müəllimlərdən kim var? Qrupu atmışam. Yaxşıdır müəllim. Ariz müəllim. Məlik Həsən müəllim. Ariz müəllim, ixtisasımızın məzmun xətti nəyə deyilir? Məzmun xətti nədir? İxtisasın məzmun xətti İxtisasımızın məzmun xətti nəyə deyilir? Cavabında deyərik ki, fənn etmək üçün müəyyən olunmuş məzmunun zəruri hissəsidir. Bu cürə yanaşarıq. İxtisasımızın neçə məzmun xətti var? 4 məzmun xəttimiz var. 4 məzmun xətti var. Məzmun xəttləri haqqında qısaca danışın. Heç nə, bu niyə? Yadınızdan çıxmır, elə yadınızdadır. Bilirsiniz necədir? Ətrafında bir dayanmaq olmaz. Tam dayanmaq lazımdır. Bax, mən Sevil müəllim danışdı, ətrafında danışdı, fikrini çatdırmağa çalışdı. Bunlar yaxşı qəbul edirlər onu. Yəni bizim qabağında oturduğumuz o ekspertlər var ki, onlar onu çox yaxşı qəbul edir. Ətrafında biraz oradan buradan danışırlar, bilir ki, fikrini çatdırmağı istəyir, yəni bilir və s. İxtisasımızın 4 məzmun xətti var da. Bax, hansılardır? Adlarını çəkin. İnformasiya təminatı və nəzəri biliklər. İnformasiya təminatı və nəzəri biliklər, hərəkət qabiliyyətlər, hərəkət bacarığı və vərdişlər, mənəvi iradəti və xüsusiyyətlər. İnformasiya təminatı dərsin əsas giriş hissəsində keçirilir, yəni dərs vaxtı məlumat verilir, motivasiya qurulur. Hərəkət qabiliyyətlər əsas dərs vaxtı əsas keçirilir. Yəni normativlərdir, altı hərəkət qabiliyyəti inkişaf etdirilir, bəli. Baxın, bu zaman dayanmamaq üçün bu cür danışmaq lazımdır ki, informasiya təminatı və nəzəri biliklərdə müəllimin fəaliyyəti var, şagirdin də fəaliyyəti var, müəllim fəaliyyəti hansıdır, şagird fəaliyyəti hansıdır? Bunların üzərində qısaca yolda izah danışmaqla, məlumat vermək lazımdır. Belə. Dərs zamanı sinifə gedərkən dərs zamanı jurnal yadınızdan çıxır. Bu zaman nə edərsiniz? Daxil olmusunuz, jurnal əlinizdə yoxdur. Qalır müəllimlər otağında. Yəqin ki, özüm deyib götürərəm də, müəllim şagirdi göndərmək olmaz o jurnallarını. Yox, özümüz gedib götürə bilmərik. Dərs zamanı sinifə daxil olanda jurnal yadımızdan çıxıb müəllimlər otağında qalırsa, baxın, bu PDF-də hamısını göstərmişəm bunları. PDF-i arada açın oxuyun. Bu zaman ən azından növbətçi müəllimə biz növbətçi müəllimdən xahiş edir, jurnalın gətirməsini tələb edərik ki, jurnalı gətirsin. Xəfər müəllim, üzr istəyirəm, müdaxilə edirəm. Biz hər bir müəllimimizin formativ jurnalı var. Əgər bir jurnal tapa bilmiriksə, öz məlumatlarımızı öz formativ jurnalımızda qeyd edə bilərik. Yəni bu da var, onu da müəllimlər yadda saxlasın. Düzdür. Yəni belə cavab versə daha yaxşı olar. Düzdür, müəllimə düz deyir. Elə olar. Diaqnostik qiymətləndirmə neçə istiqamətdə aparılır? Diaqnostik qiymətləndirmə 2 istiqamətdə aparılır da müəllim. 2-3 istiqamətdə aparılır. Diaqnostik qiymətləndirmə 3 istiqamətdə, bəli.
Şagirdlərin fiziki hazırlıq səviyyəsi, funksional hazırlıq səviyyəsi, Şagirdlərin fiziki hazırlıq səviyyəsi, şagirdlərin nəbz vurğusu, bir də şagirdlərin fiziki hazırlıq səviyyəsini qiymətləndirmək üçün normativlər əsasında aparılan qiymətləndirmədir. bir də normativlər üzrə aparılan qiymətləndirmə. Düzdür. Ümumi təhsil məktəblərində hansı təhsil formasından istifadə olunur? Formaldır ya informal? Formal. Bəli. Tamamilə doğrudur. Məktəbdaxili qiymətləndirmə haqqında danışın. Nə bilirsiniz haqqında danışın. Məktəbdaxili qiymətləndirmə 3 istiqamətdə aparılır. Diaqnostik qiymətləndirmə, formativ qiymətləndirmə, bir də KSG. Diaqnostik qiymətləndirmə dərsin əvvəlində hər bir uşaqdan götürülür ki, yəni o nəyə qadirdir, qabiliyyətidir, nəyə çatır və ya sinifdən sinifə keçən şagirddən və ya məktəbi dəyişən şagirddən götürülür. Formativ qiymətləndirmə isə dərs vaxtı aparılır. Summativ qiymətləndirmə isə tədris vahidinin axırında aparılır. PSG isə yarım ilin sonunda aparılır. Meyar neçə səviyyəyə görə qiymətləndirilir? Meyar? Bəli. Şagirdlərin meyar çıxarması neçə səviyyəyə görə qiymətləndirilir? Hansı meyarlara görədir? 4 səviyyəyə görə də. 4 səviyyə üzrə qiymətləndirilir. Meyar 4 səviyyə üzrə qiymətləndirilir. 1, 2, 3 və 4-cü səviyyə. Ən yaxşı səviyyə meyara görə hansı səviyyədir müəllim? Yəqin birinci olur da müəllim. Yox, birinci səviyyə ən aşağı səviyyədir də. Qiymətləndirmə səviyyəsi 4-cü səviyyə. 4-cü səviyyə olacaq. Ha, 4-cü səviyyə qiymət 5. Hə. Qiymətləndirmə nəyə əsasən aparılır? Qiymətləndirmə məktəbdaxili Təlim nəticəsinə əsasən aparılır ya planlaşdırmaya görə? Təlim nəticəsinin məqsədinə görə aparılır da müəllim. İllik planlaşdırmada hansı qiymətləndirmələr öz əksini tapır? İllik planlaşdırmada. İllik planlaşdırma BSG deyil müəllim olar. BSG və böyük və kiçik summativ qiymətləndirmə. Kiçik summativ. Tamam. Adlarını yazdığım müəllimlərdən kimlər var idi? Mən atmışam qrupu görə bilmirəm. Gəlin buradan çıxan qrupa baxın. Qeyd aparardım özünə. Rasim müəllim. Rasim müəllim burada. Aris müəllimlə sonra elə bilmən idim. 4-cü, 5-ci. Diferensial təlim nədir müəllim? Diferensial təlim. Diferensial təlim hər bir şagirdə fərqli və fərdi yanaşmadır. Ən azından qısa da olsa cavab vermək lazımdır. Sinifdə hayküy baş verir. Deyək ki, səsküy olur. Sinifinizdə dərs keçən zaman sinifinizdə səsküy olur. Buna görə də məktəb deyək ki, direktoru, məktəbimizin direktoru gəlir bizi danlayır. İrad bildirir. Danlayır deyəndə irad bildirir, sinifdə səsküy var. Nail müəllim, bu zaman nə edərik? Nə kimi cavab verərik? Necə sualı başa düşmədim? Sinifdə səsküy yaranıbsa, direktor da səsküyə görə bizə irad tutur. Daha doğrusu, danlayır yox, irad tutur. O zaman biz nə edərik? Nə kimi cavab verərik? Sinifdə müəllim 2 cür təşkil ola bilir də. Biri qeyri, məsələn, bir var xoşməramlı təşkil dərs haqqında mübarizə aparırlar şagirdlər. Bir də var qeyri də, yəni ki, əgər o olsa direktor onun haqqında tənbih edir. Düzdür. Amma o xoşməramlı dərs haqqında mübarizə üçün direktor heç nə demir. Ümumiyyətlə Xəsər müəllim, bizim dərsimiz təsdiq küylü dərsdir.
Çünki yarışlar keçiririk, estafet keçiririk. Nə qədər olmasa komandalara dəstək olaraq hansısa bir komanda yoldaşı bir əl çala bilər və yaxud da bir səs eləyə bilər. Yəni bizə əgər qeyri-müəllimə demişkən, qeyri-qanuni səs bizim dərsimizdə heç vaxt ola bilməz. Çünki bizim dərsimiz müəllim deyə bilər ki, mənim dərsim səsdir. Günlük dəfələrlə mən qarşılaşmışam o səsə görə. Ki müəllim zala girib irad tutur. Zalda bizim dərsdir. Bir 45 dəqiqə ərzində biz əgər hansısa bir yarışı keçirdiriksə, əlbəttə səs-küy olacaq. Yəni müəllim öz dərsini sübuta yetirə bilirsə, yəni ona heç bir kəs irad tuta bilməz. Müəllim, mən belə şeydə Bu Xasay müəllim ümumi soruşur. ümumi siz düz deyirsiniz. Amma ümumi də bizim dərsdə səs-küy ola bilər ki. Bilirsiniz necədir? Yarış vaxtı. Müəllim sinifi idarə eləyə bilməyəndə sinifdə səs-küy olur. Ay müəllim, o müəllim deyil. Əgər bir müəllim sinifi idarə edirsə, Sinifdə olan yox, burada söhbət bu zaman sual bu cür oldu ki, sinifdə olan səs-küy, sinifdə səs-küy baş veribsə, burada zaldan və ya da ki açıq dərsdən söhbət getmədi. Zal şəraitində və ya da ki həyətdə açıq şəraitdə keçirilən dərsdən sinifdə səs-küy baş verirsə, bu müəllimin dediyi kimi bu iki cür səs-küy olar. İşgüzar səs-küy, bir də qeyri-işgüzar səs-küy. İşgüzar səs-küy o olacaq ki, dərslə bağlı olan bir vəziyyət yarana bilər. Bu zaman müəllim sakit formada, təmkinli formada direktora yəni ki bildirir ki, təbii ki daha yüksək formada səs-küy olmamalıdır. Qeyri-işgüzar səs-küy odur ki, əlbəttə ki direktordan daha da səs-küyün daha da çox olmasına şərait yaratmadığını səmimi formada deməlidir. Belə. Nail müəllim, həmkarımız bizi olar ki sual gəlsin qarşımıza. Siz öz həmkarınızı əvəz etmirsiniz. Amma bu zaman uşaqlar sizi istəmir. Bu zaman nə edərsiniz? Yəni nə edərsiniz deyirəm, bundan sonra olan vəziyyəti siz danışmalısınız. Çalışdığım qədər öz bacarığımla, bilimlə istifadə edib uşaqlar razısın. Bunu artıq nəsə eləmək yox. Şagirdlərin marağına səbəb olmaq üçün, düzdür. Marağına səbəb olmaq üçün əlbəttə ki bu zaman tədris etdiyiniz dərslər motivli olmalıdır, maraqlı olmalıdır. Hətta bu zaman şagirdlərə bildirirsiniz ki, mən bu zaman şagirdlərə bunu da bildirmək olur ki, yəni bir dərs və yaxud da ki bir neçə dərs mən digər sizin müəllimizi əvəz etməyə çalışacağam. Ya şagirdlər bunu qəbul edə bilmirlərsə, artıq bu zaman bu vəziyyətin yaxşılaşması sizin öz işinizin icrası ilə bağlıdır. Dərsinizin daha doğru, daha düzgün, daha maraqlı təşkil etməlisiniz ki, şagirdlərin dərsə olan marağı daha da yüksəlsin və sizi belə deyək, sizə qarşı şagirdlərdən sizə qarşı istək yaransın, belə. Birinci yarım ildə iştirak etməyən şagirdə qiymət yazırsınız. Nə yazarsınız daha doğrusu? Bax, birinci yarım ilə qədər birinci yarımda şagird qiymətləndirmədə iştirak etmədi. Nə kimi qiymət yazarsınız? Normativləri yerinə yetirmək üçün dəvət eləmək lazımdır ki, gəlsin, normativləri yerinə yetirsin. Ola bilər şagird xəstə ola bilər şagirdin nəsə başqa problemi olar, nəsə də şagirdin başqa səbəbləri hansıdır, üzrü səbəbdən təzədəndən ona sumat qiymətləndirmədən iştirak etməyi tələb edir. Bəli, jurnalda 0 balla qiymətləndirilir, üzürsüz səbəbdən qeyd olunur ki, 0 balla qiymətləndirilir. Aha. Anım günü neçənci illər təsadüf edir? Necə? Anım günü. Neçə sentyabr idi? Neçənci illər? 27 sentyabr 2020-ci il. Anım günü 27 sentyabr. Oldu mənim, sağ olun. Bu PDF-ləri çıxardın. Nail müəllim, PDF-ləri çıxardın. PDF-lərə baxın. PDF-ləri oxumaqsa sual-cavabda iştirak etməyiniz üzrə çətinlik yaradacaq bizə. Gülnarə müəllimə. Bəli, müəllim, salam, axşamınız xeyir. Salam, hər vaxtınız xeyir olsun.
Kurikulumun neçə tərkib hissəsi var? 5-dir ya 3? Kurikulumun 3'dür. 3 tərkib hissəsi var. Kurikulum özü təhsil məzmununun təşkili və qiymətləndirmə ilə bağlı olan Əla, düzdür. 5'dir. Bütün məsələləri əks etdirən konseptual sənəddir. Düzdür. Kurikulumun 3 tərkib hissəsi var. Məzmun, təşkil və qiymətləndirmə. Düzdür. Kurikulum tərifini deyin. Təhsilin məzmununun təşkili və qiymətləndirmə ilə bağlı məsələləri əks etdirən konseptual sənəddir. Düzdür. Dərsimizin, ixtisasımızın məzmun xəttləri hansılardır müəllim? 4'dür. Məzmun xəttimiz 4'dür. Birinci informasiya təminatı, 2 hər iki bacarıqlar, 3 hər iki qabiliyyətlər və 4-cü mənəvi iradi keyfiyyətlərdir. Düz. Dərs zamanı sizə zəng gəlsə nə edərsiniz? Dərsi keçən zaman bu zaman dərs zamanı sizin telefonunuza zəng gəldi. Dərsə girəndə telefonumla dərsə aparmaram özümlə birincisi. Sən. Bu doğru cavabdır. Elə bəs edir bu qədər cavab vermək. Olar ki bizdən soruşsunlar ki, müəllim harda müəllimdir? Nə kimi cavab verərik? Müəllim hər yerdə müəllimdir. Müəllim özünü doğrultmalıdır. Müəllim öz danışığı ilə, geyimi ilə, öz mədəni davranışı ilə hər yerdə özünü göstərməlidir. Əla, düz cavabdır müəllim. Əla. Sinifinizdə pis şagird var? Sinifdə pis şagird yoxdur. Sinifdə müəllim sinifi elə təşkil eləməlidir ki, sinifdə dərsi elə keçməlidir ki, sinif boşluqda dayanmasın və o pis şagird dediyimiz yaş şagird, yəni dərsdə motivasiya yaratsınlar da, yəni dərsə qarşı hazırlıqlı olsun. Sinifdə xeyr, pis şagird olmur. Əla. Şagirdlərin dərsə olan marağı. Baxın, bizə sual gələr qarşımıza. Şagirdlərin dərsə olan marağı nə deməkdir? Nə kimi cavab verərik? Bizə sual verməzlər, motivasiya nədir? Marağını birincisi müəllim marağı oyatmalıdır. Müəllim dərsinin məzmununu yaxşı təşkil eləsə, dərsi maraqlı keçsə, sinifdə maraqlı hava olar. Motivasiya necə qurulur? Motivasiya dərsdə Elə nə danışmışdınız? Elə onu təkrar edin də. danışdığım elə motivasiya. Düzdür. Bəli. Əla. Hansı halda valideynlərlə əməkdaşlıq etməyə biz çalışmalıyıq? Hər halda valideynlə əməkdaşlıq eləmək lazımdır. Bütün hallarda da müəllim, bütün hallarda, yəni ki, məktəb valideyn münasibətlərinin güclü olmalıdır. Düzdür müəllim. Olar ki bizə sual versinlər. Baxaq, ixtisasımızdan. İxtisasımızdan sual verəcəklər ki, fiziki tərbiyə dərsinin məqsədi nədir? Nə kimi cavab verərik? Fiziki tərbiyənin məqsədi sağlam nəsil böyütmək, sağlam nəsil vətənə xidmətdə sağlam nəsil böyütmək lazımdır da. Əla. Fiziki tərbiyənin məqsədi budur. Ətrafında danışmağınız yaxşı haldır. Çox yaxşı haldır. Fikrinizi çatdırmağa çalışırsınız, ətrafında danışırsa bu yaxşı haldır. Yəni deyirik ki, fiziki tərbiyənin məqsədi şagirdlərin sağlam həyat tərzi, vətənə sağlam nəsil böyütməkdir, Bəli. vətənin xidmətində dayanmaq. əlbəttə tamamilə doğrudur. Ölkənin ərazi bütövlüyünü, onun sərhədlərini daim qorumağa qadir olan gənc yeni nəsil yetişdirmək deməkdir. İctimai siyasi yetkin nəsil yetişdirmək deməkdir. Şagirdlərin fiziki hazırlıq səviyyəsini, baxın belə də demək olar, bayaq adını çəkdiyim kimi, şagirdlərin fiziki hazırlıq səviyyəsini yaxşılaşdırmaq, şagirdlərdə sağlam həyat tərzini formalaşdırmaq, sonra qiymətləndirməni necə aparırsınız? Baxın, deyək ki, kiçik summativ qiymətləndirməni nəyin əsasına aparırsınız? Kiçik summativ qiymətləndirmədə məzmun xətti nəzərə alınır. Olar ki, belə bir sual gəlsin qarşımıza. Kiçik summativ qiymətləndirmənin məzmun xətti nəzərə alınır ya yox? Nəzərə alınır, kiçik summativ qiymətləndirmə təlimi nəticələrinə uyğun aparılır, bəli. Kiçik summativ qiymətləndirmə təlim nəticəsinə və yaxud da ki, məzmun standartlarına əsasən aparılır. Bu doğru cavabdır. Şagirdlərin kiçik summativ qiymətləndirməsinə qədər
Formativ qiymətləndirmə, yəni kiçik summativ qiymətləndirmə şərait yaradır. Buna nə kimi cavab verərsiniz? Belə sual gələr qarşımıza. Formativ qiymətləndirmə uşaqları formativ qiymətləndirmə əsasında keçirilir də kiçik summativ qiymətləndirmə. Yəni kiçik summativ qiymətləndirməsinin formativ qiymətləndirmə kiçik summativ qiymətləndirmə keçirilməsində yəni bir inkişafı var da, inkişafa doğru gedir. Şərait yaradır. Rol oynayır. Məqsəd deyəndə nə başa düşürük? Məqsəd nədir? Məqsəd Belə ünsiyyət bacarığınız yaxşıdır. Kurikulumdan o üzdə olan suallar ki, olanda biraz çətinliyiniz var. Məqsəd deyir ki, məqsəd odur ki, şagirdlərin əldə etməli olduğu bilik və bacarıqların məzmunusudur. Belə cavab versək bəs edər. Məqsəd nədir? Məqsəd şagirdlərin əldə olduqları bilik və bacarıqların məzmunusudur. Belə bir çətin bir şey yoxdur. Yalnız sizə mən 30 dənə ya 40 dənə orada PDF, hər bir 2 dənə PDF atmışam. Birində yox 50 dənədir. 50 dənə sual öyrənmək nədir ki? Qısa-qısa. Məqsəd nədir? Şagirdlərin əldə etməli olduğu bilik və bacarıqların məzmunusu. Bitdi. Yəni hərəsinin də cavabı qısadır. Ən azından bu birinci gündür. Hesab edirəm ki, bu düzələcək. Birinci gün həmişə belə olur. Yəni ilk dərs günümüzdür. Bu müntəzəm olaraq düzələcək. Sabah bu dərsin üzərində qalacaq. Biz sabah bu dərsi yekunlaşdıracağıq. Yenə təkrar qaydada. Sual vereyim. İndi bu imtahanı götürəndə ixtisas olacaq, yoxsa qeyri-ixtisas müəllimləri? Müsahibə mərhələsi. Bəli, bəli. İxtisasdan suallar olacaq. Kurikulumdan bax adını. Olacaq burada, yoxsa Bəli. İxtisas müəllimi olsa, bizə ixtisasdan sual veriləcək. İxtisas müəllimi olmasa, ixtisasdan bizə sual verilməyəcək. Yəni ki, qeyri-ixtisas müəllimi bizə hardan sual verə bilər ki? O mümkün deyil. onu bilmək istəyirəm. İnteraktiv dərs fəal dərsdir. Bəli. İnteraktiv fəal dərsdir. Hər bir şagirdin Fərqli və fərqli yanaşma. Hər bir şagirdə fərqli və fərqli yanaşma, düzdür. Sinifinizdə oğurluq halı baş verərsə, nə edərsiniz? Hansı addım atarsınız? Müəllim, o sinifdə uğurlu halı olsa, o barədə mən sinifə girəcəm, uşaqlarda məsələn eşitdim ki, uğurlu halları olur. Mən o barədə uğurlu haqqında məlumat verəcəm. Yəni onun mənfi cəhətlərinin pis olmağı haqqında uşaqlara məlumat verəcəm. Yəni ki, belə bir hal baş verilməsin sinifdə. Oğurluğun olması şagirdlərə öz fikrinizdə bildirirsiniz ki, şagirdlərin gələcək həyatında onların həyatına xələl gətirə biləcək vəziyyətlərdən biridir. Bu doğru yanaşmadır. Amma bu zaman oğurluq hər hansı bir şagirddən şübhəli qalsaz, ona bildirər. Məsələn, dərs vaxtı ona bildirmərəm. Dərsdən sonra tənəffüsdə fərdi söhbət apararam da onunla. Təfəkkür deyəndə nə başa düşürük? Təvəkkül İnsanın düşündüyü an keçirilən hissdir də, bax belə. Belə cavab verə bilərik. İnsanın düşündüyü keçirildiyi hiss. Oldu müəllim, sağ olun. Sonra. Burada kim var? Mehriban müəllim burada. Mehriban müəllim buradasın səsə. Buradayım. Hər vaxtınız xeyir. Necəsiz ay müəllim? Şükür Allah'a yaxşıyam. Sağ ol. Sağ olasın. Dərsin hissələri, ixtisasımızın dərsi neçə hissədən ibarətdir? Fiziki tərbiyə dərsi neçə hissədən ibarətdir? 4. Deyin, dayanmayın, danışın. 4 hissədən ibarətdir. Hansı giriş, hazırlayıcı, əsas, tamamlayıcı. Danışın. Baxın, sizi dayandırana qədər siz danışın. Onun haqqında nə bilirsiniz, dərs haqqında danışın. Dərsə ayrılan vaxt haqqında danışın. 3 dəqiqə bitirişdə uşaqlara motivasiya veririk. Çalışmaları yəni hazırlayırıq da. Hazırlayıcı hissədə hərəkətlər veririk, ümumi hərəkətləri. Əsas hissədə hazırlayıcı
Dərsin əsas hissəsi, bəli, bizim üçün ən vacib olan dərsin əsas hissəsidir. Orada mövzular şagirdlərə öyrədilir, hərəkətlər icra olunur, düzdür. İdarələr, elə ki, hərəkətlər orada əsas biz bunlardan istifadə edirik, şagird öyrətməyə çalışırıq. Amma macə hissədə də ondan sonra bərpa edici də orada. İxtisasımızın neçə məzmun xətti var? 4 məzmun xətti var. Düzdür. Ha, buyurun, sayın. İnformat təminatı, nəzər biliklər, hərəkət, ocaq vərdişlər, hərəkət qabiliyyətlər. Düzdür. Nəzəri biliklər hansı məzmun xəttində öyrədilir şagirdlərə? Neçənci məzmun xəttini belə deyək də əhatə edir nəzəri biliklər? Nəzəri bilik. Nəzəri bilik. İnformasiya təminatı və nəzəri biliklər adından məlumdur ki, şagirdlərə bu zaman yalnız nəzəri biliklər verilir. Aydındır mı? Nəzəri biliklər verilir. Hərəkətlərin daha doğru düzgün yerinə yetirilməsi, yəni texnikanın icrası neçənci məzmun xəttində öyrədilir şagirdlərə? 3-dən müəllim. İkinci məzmun xəttində. Üçüncü məzmun xəttində yalnız fiziki keyfiyyətlər burada inkişaf etdirilir. Soruşsalar fiziki keyfiyyətlər, hərəkət fəaliyyətlər, qabiliyyətlər neçənci məzmun xəttində inkişaf etdirilir? Bu zaman biz cavabında deməliyik ki, 3-cü məzmun xəttində. Yəni 3-cü məzmun xəttinin tələblərinə uyğundur. Burada sürət, nə bilim, sürət güc buradan çıxsaq fiziki keyfiyyət deyil də, sürət, əyilgənlik, qüvvə, dözümlük, keyfiyyət kimi soruşsalar biz sürətin, əyilgənliyin, qüvvənin, çevikliyin, dözümlüyün adını çəkə bilərik. Şagirdlərdə nizam-intizam, məsuliyyət hissi, əməkdaşlığın formalaşması hansı məzmun xəttində şagirdlərə öyrədilir? 4-cü məzmun xətti. Düzdür, 4-cü məzmun xəttində. Aha. Əks əlaqə deyəndə nə başa düşürük? Əks əlaqə. Vallah müəllim. Heç oxumamışam PDF-ləri də. Vaxtım olmur. PDF-ləri dərsin ilk günündə heç kəs PDF-ləri hələ ki açıb baxmıyor, amma növbəti dərslərdə PDF-lərə baxmaq lazımdır. Deyərəm. Sabah inşallah çıxacaqlar, oxuyaram. İlkin qiymətləndirmə hansı qiymətləndirmədir? Diaqnostik. Diaqnostik qiymətləndirmə neçə istiqamətdə aparırsınız? Hansılardır mənim? Yadımdan çıxmalı. Şagirdlərin fiziki inkişaf hazırlığı, funksional inkişaf hazırlığı Bəli. və normativlər əsasında. Müəllimlərin etik davranış qaydalarından birini adını çəkin. Hansılardır? Etik davranış qaydaları. Baxın, biz deyə bilərik ki, vicdanlılıq, müəllimlərin etik davranış qaydalarından biri də konfidensiallıq var, vicdanlıq var, mədəni davranış var, ictimai etimad var. Təbii ki, bunların haqqında soruşmayacaqlar. Bir-bir bizdən bunların haqqında bunların izahını ver. Amma ən azından ola bilər ki, soruşsunlar ki, müəllimlərin etik davranış qaydaları hansılardır? Elə baxın, adını çəkməliyik ki, adını çəkdiyim kimi vicdanlıq, loyallıq, mədəni davranış və s. Bunları yadda saxlamaq lazımdır. Oldu, sağ olun müəllimə. Sağ olun. Sonra kimin adını çəkək burada? Emin müəllim. Salam, axşamınız xeyir olsun. Hər vaxtınız xeyir, sağ olun. Hərəkət qabiliyyətlərimizin sayı neçədir müəllim? Deməli, hərəkət qabiliyyətlərimizin sayı sürət, güc, deməli 5-dir müəllim. Hərəkət qabiliyyətlərinin sayı 6-dır. Da niyə 5-dir? 6. Yəni qısa müddət ərzində başa çatdırılmasına sürət deyilir. Sürət hərəkət qabiliyyətini inkişaf etdirmək üçün hansı məsafələrdən istifadə olunur? Olar ki, ixtisas müəllimi oturub oradan birbaşa sual verdi. Sürət hərəkət qabiliyyətinin qısa məsafələrdən istifadə olunur. 30 metrə qaçış, 60 metrə qaçış, 100 metrə qaçış. İstafet qaçışlar 4, vur 50.
Düzdür. Kəmiyyət sözlə verilən qiymətdir və ya rəqəmlə. Kəmiyyət, Hı -hı. Kəmiyyət rəqəmlə verilən. Yox, o keyfiyyət rəqəmlə verilən. Kəmiyyət biz bilirik ki, sözlə verilən və ya informativ qiymətləndirmə hər dəstə aparılan qiymətləndirmə meyarı kəmiyyətlə olur da. Evet. Metodist kimdir? Metodist işini yaxşı bilən, Öz işini yaxşı bilən müəllimə metodist deyilir. peşəkar formada bilən. Öz işini peşəkar formada bilən müəllimə metodist deyilir. Dərs zamanı telefonunuza zəng gəlir. Bu zaman nə edərsiniz? Çalışan dərsə girəndə telefonla girməyim, telefonu söndürüm və səssilə qoyum. Yəni, dərs vaxtı mane olmasın. Düzdür. İnteraktiv dərs necə dərsdir? O fəal dərsdir. Uşaqlar da fəal olurlar. Əla. İnteraktiv dərs fəal dərsdir. Təhsil səviyyəsi üzrə təlim nəticəsi deyəndə nə kimi cavab verərik? Olar ki, bizə sual verirlər ki, təhsil səviyyəsi üzrə təlim nəticəsi nədir? Təhsil səviyyəsi, təlim nəticəsi. Biraz qəliz gəldi sual mənə sözün düzü. Aha. Təhsil. Yəni şagirdlərin həmlərin əldə etməli olduğu bilik və bacarıqların səviyyəsi. Qüvvədən dərs keçirik, sonra ona uyğun əsasında onlar hərəkətləri eləyirlər və biz baxırıq ki, onlar nəyə qadirdirlər. Misal üçün, bu belə də. Şagirdlərə rəyi necə verərsiniz? Rəyi necə verərəm? Nə barədə şagirdlərə rəy verərsiniz? Bax, şagirdlərinizə bir rəy, bir fikir yönəltmək istəyirsiniz. O zaman necə olacaq? Rəy verərəm ki, misal üçün da sənin sürətin aşağıdır, biraz sürəti artırmalısan, qüvvən azdır, biraz qüvvə üzərində işləməlisən, bu cürlə rəy verərəm. Şagirdlərin öz iş bacarığına görə şagirdlərə rəy verərik. Öz iş bacarıqlarına görə, öz hərəki fəaliyyətlərinə görə şagirdlərə rəy verərik. Sinifdə belə deyək də konflikt baş verib. İki şagird arasında sinifdə mübahisə baş verib. Dərs zamanı. Və yaxud da ki, açıq dərsdə, zal şəraitində, həyətdə, zal olmayan məktəblərimiz var da. O zaman siz hansı yanaşmadan istifadə edərsiniz? O konflikt başlamamışdan qabaq onu hiss edirsən də ki, nəsə vəziyyət yaxşı deyil. Əvvəlcədən çalışaram ki, onun öncə tədbirlər qoyuram ona qarşı. Aha, bu doğru cavabdır. Tədbirlər deyəndə sinif, yəni prosedur qaydaları olmalıdır. Tədrisin əvvəlində sinif belə deyək də sinifdə prosedur qaydaları tətbiq edilməlidir. Bu doğru cavabdır əslində. Amma əlbəttə ki, bu var. Bu doğru cavabdır. Hər hansı bir şagirdlər arasında mübahisə baş verirsə, əlbəttə ki, bizim ilk olaraq qabaqlayıcı addımımız şagirdləri sakitləşdirmək, onlara özümüz onların biri-birinin əsas şiddətinə baxmayaraq biz öz təmkinimizi göstərməliyik, səbirli yanaşmalıyıq və s. Bax belə bu kimi cümlələrdən istifadə etməklə suala cavab verə bilərik və şagirdləri biri-birinə barışdırmaq lazımdır. Dərs zamanı, dərs keçən zaman digər sinifdə müəllimlə şagird arasında mübahisə baş verir. Bu zaman siz də onu eşidirsiniz. Dərsinizi buraxıb yaxınlaşıb mübahisəni həll etməyə çalışarsınız ya nə kimi addım atarsınız? Mənim ixtiyarım yoxdur, dərsimi buraxım, ora yaxınlaşım. Yəni mənim ixtiyarım yoxdur. Dərsimi keçməliyəm. O dərəcəyə çatsa, əgər o dərəcəyə çatsa ki, daha belə, onda hə. Yəni müdaxilə edirəm bir insan kimi nəsə belə də qoymaram. Hə, şiddətli bir forma olsa, fövqəladə hal olsa, vəziyyət olsa, yəni qorxuducu bir hal olsa, əlbəttə ki, dərhal məktəb rəhbərliyinə xəbər vermək lazımdır və özümüz də bu belə bir vəziyyət yaransa olmalıdır. Yoxsa müəllimlə şagird xırda bir mübahisə edirsə, biz dərsimizi buraxıb hər hansı bir sinifə yaxınlaşa bilməliyik. Dərs bitdikdən sonra şagirdlə müəllim arasında olan bu mübahisədə öz köməyimizi göstərə bilərik. Yəni dərsi 45 dəqiqədən sonra. Konstruktiv rəy deyəndə nə başa düşürük? Konstruktiv rəy nədir?
konstruktiv rəy. Bu səhv eləmirəmsə konstruktiv irəliyə gedən də inkişaf. Gələcəyə yönəlmiş rəy demək olar buna. Yəni gələcəyə Yönəlmiş, bəli. konstruktiv rəy gələcəyə yönəlmiş rəydir. Şagirdlərdə öz iş bacarıqlarında belə deyək də şagirdlərin öz iş bacarıqlarında nəyin düzgün olub, nəyin düzgün olmadıqlarını düzəldə biləcək rəy konstruktiv rəy deyilir. Biz bayaq dedik ki, siz özünüz cavabında dediniz ki, sinifdə prosedur qaydaları tətbiq edərək. Yəni prosedur qaydaları tətbiq edəndə nədən istifadə edərsiniz? Yəni uşaqlarla bərabər o qaydaları tətbiq etmək lazımdır. Uşaqlar bu qaydalara biz hamımız riayət edəcəyik. Ən azından şagird dərsə gecikəndə belə cavab vermək olar. Qarşımızda olan ekspertlərə belə cavab verə bilərik də, düzdürmü? Bəli. Şagird dərsə gecikəndə, yerindən qalxıb sinifi tərk etmək istəyəndə, baxın, bax belə hallara görə prosedur qaydaları tətbiq etmək olar. İcmal gündəlik yazılır. Bəli. İcmal gündəlik planlaşdırmadır. Gündəlik planlaşdırmaq lazımdır. Bəli, hər gün dərsin planı olmalıdır. İllik planlaşdırmada hansı qiymətləndirmə olur? İllik planlaşdırmada o deməli orada diaqnostik də olur, orada KSG-də Yox, böyük və kiçik summativ qiymətləndirmə gündəlik planlaşdırmada da olur, formativ qiymətləndirmə. Olar ki, siz bizdən soruşsalar, illik planlaşdırmada hansı qiymətlər öz əksini tapır? Deyin ki, böyük summativ və kiçik summativ qiymətləndirmə, formativdə isə gündəlik planlaşdırmada isə formativ qiymətləndirmə yazılır. Elə demək olar, düzdürmü? Bəli. Üslub nə deməkdir? Yanaşma tərzidir. Üslub yanaşma tərzidir, bəli. Baxın, üslubun, olar ki, bizdən soruşsalar, üslub nədir? Deyin ki, üslub yanaşma tərzi olmalıdır. Bəli, yanaşma tərzidir. Üslub 3 növü var, belə də demək olar. Üslubun 3 növü var. Hansılardır müəllim? Üslubun belə ipucu versəydiniz müəllim, bəlkə yadıma düşərdi nəsə belə. Avtoritar üslub. Bildim, deməli liberal. Bu avtoritar üslub, belə deyək də, avtoritar üslub necə üslubdur? Sual olduysa, avtoritar müəllim necə müəllimdir? Üslub soruşmaq. Avtoritar müəllim necə müəllimdir? Bax, belə soruşa bilərlər. Avtoritar müəllim, yəni ki, mən deyən olmalıdır da. Dur, otur. Misal üçün də danışma, bir şey uşaq ağzını açan kimi ağzından vurur. Yox, avtoritar müəllim o cür müəllimdir ki, şagirdlərin maraq dairəsini nəzərə almır, şagirdlər nəyi doğru etdi. Bax, diqqətli olun. Avtoritar müəllim odur ki, şagirdlərin maraq dairəsini nəzərə alınmır, şagirdlər nəyi etdi, nəyi edə bilmədi, şagirdlərin gecikmələri hardadır dərs prosesinə görə. Şagirdlərə belə deyək də doğru düzgün yanaşmamaq. Belə cavab verə bilərsiniz. Doğru düzgün yanaşmır. Oldu mu? Dərsi yəni öz hesabına aparır, öz düşündüyü kimi. Yəni şagirdlərin marağı nəzərə alınmır, bu avtoritar müəllimdir. Demokratik müəllim necə müəllimdir? Uşaqların həvəslərinə görə, uşaqların istəklərinə görə dərsi qurur. Əla. Qaydalar çərçivəsində qurur. Yəni o uşaqlara necə deyirlər, münasibəti başqa cürdür. Yəni uşaqlara sevgi ilə yanaşır. Liberal üslub da bilirik ki, necə üslub olacaq. Demokratik üslub odur. Düzdür. Şagirdlərin burada marağı nəzərə alınır. Tamamilə doğrudur. Şagirdlərə daha doğru düzgün yanaşır, şagirdlərə hörmət qoyur və s. Liberal müəllim necə müəllimdir? Liberal da ki, necə deyirlər də, uşaq səhv elədi, düz elədi. Yəni onun üçün belə bir fərqi yoxdur da, belə fikir vermir. Bu da doğru cavabdır. Məzmun standartı deyəndə nə başa düşürük? Baxın, məzmun standartının tərifini deyin. Məzmun standartının tərifi bu olacaq ki, təhsil alanların və təhsil verənlərin qarşısına qoyulmuş minimal dövlət tələbidir. Belə cavab verə bilərik. Məzmun standartı təhsil alanların və təhsil verənlərin qarşısına qoyulmuş minimal dövlət tələbidir. Yəni ən az dövlət tələbidir. Belə cavab verə bilərik.